İyulun 5-də Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə rəsmi Böyük Hindistan Mango Festivalı baş tutub. Səfirliyin inzibati binasının həyətində təşkil olunan tədbir həm egzotik dadları, həm də zəngin bədii proqramı ilə paytaxt sakinlərinin, diplomatik korpus rəsmilərinin və media nümayəndələrinin böyük marağına səbəb olub. Tədbirin rəsmi açılış hissəsində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Abhay Kumar qonaqları salamlayaraq geniş nitq söyləyib. Səfir öz çıxışında mangonun Hindistanın milli simvollarından biri olduğunu və ölkənin qədim tarixi, mifologiyası və folkloru ilə sıx bağlandığını qeyd edib. Hindistanın dünyanın ən böyük mango istehsalçısı olduğunu vurğulayan diplomat, bu festivalın Azərbaycan və Hindistan xalqları arasında mədəni yaxınlaşmaya və kənd təsərrüfatı ticarətinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Mərasimdə iştirak edən qonaqlar da çıxış edərək, bu növ qastronomik layihələrin ölkələr arası dostluq körpülərini möhkəmləndirdiyini qeyd ediblər. Festival təkcə dad xüsusiyyətləri ilə deyil, həm də zəngin bədii hissəsi ilə yadda qalıb. Tədbir çərçivəsində təqdim olunan rəngarəng mədəniyyət proqramında Hindistanın ənənəvi musiqi alətlərində ifa olunan populyar milli və müasir melodiyalar tədbirə xüsusi rəng qatıb. Eyni zamanda peşəkar rəqqaslar tərəfindən nümayiş etdirilən klassik Hindistan rəqsləri və dinamik Bollywood şouları tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Bu bədii atmosfer fonunda qonaqlara Hindistandan gətirilmiş və dünyanın ən keyfiyyətli növlərindən sayılan Alfonso, Kesar və Badami mangoları təqdim olunub. Degustasiya zamanı ziyarətçilər təzə meyvələrlə yanaşı, peşəkar aşpazlar tərəfindən eksklüziv olaraq hazırlanan olduqca zəngin bir menyunu dadmaq imkanı əldə ediblər. Tədbirdə qonaqlara mango şirikand, mango sevçat, mango puri pops, mango cream cake, mango bel puri, mango çanaçad, mango avokado salat, jalmuri mango çat, mango papdi çat, fusion mango salat və fruity flair kimi orijinal Hindistan təamları ilə yanaşı, mango lassi və mango milkshake kimi xüsusi içkilər təklif olunub. Bu unikal festival qonaqlara Hindistanın unudulmaz atmosferini yaşadaraq bu ölkənin mədəniyyətini yaxından tanımaq imkanı yaradıb.